Bu maska üzü ağırdır, elastikleştirir, dərini bərpa edir. 2 paket yaşıl çay götürürük, 20 dəqiqə dəmləməyə qoyuruq. Dəmlədikdən sonra bir qaba 1 ədəd askoritin tabletka əlavə edirik və onu toz halına salırıq. Və üzərinə də 1 xörək qaşığı ağ yel əlavə edirik. Dəmlədiyimiz yaşıl çaydan 3 xörək qaşığı kütlənin üzərinə əlavə edirik və qarışdırırıq. Maska tam hazır olduqdan sonra təmizlənmiş üz dərisinə tətbiq edin. Həftədə 2 dəfə olmaqla 20 dəqiqə saxlayın. Göz ətrafı və ağız kənarı xaric bu maskanı tətbiq etdikdən sonra soyuq su ilə yaxalayın. Çünki soyuq su kollagen artımının miqdarını çoxaldır, yəni kollageni artırır. Və buna görə də mütləq soyuq su ilə yaxalamaq lazımdır.